Allahümme salli ala Muhammed. İnşallah ölenlerimizi de intizarda koymayan, ölenlerimizin de ruhları şad olsun inşallah. Xüsusilə dünyasını dəyişən valideynlər, Allah şad olsun. Cəmi İslam şəhidləri ilə, Kərbəla, Qarabağ şəhidləri ilə, Fələstin və o kəslər ki, din yolunda, İslam yolunda müqavimət göstərirlər və şəhid olublar. Allah inşallah onlarla bahəm ölənlərimizin də ruhunu şad eləsin. Muhammed və Ali Muhammedə salavat zikirləyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bir salavatla inşallah Allah bu güzel mekanı, güzel Hüseyniyyəni, Hüseynə xatir, İmam Hüseynə xatir Allah inşallah həmişə möminlərin gəlişi ilə, gedişi ilə abad eləsin inşallah. Allah bu məkanı gözəl işlərə vəsilə qərar versin. Bu gözəl nəsil formalaşsın inşallah bu Hüseyniyyədə, bu şəhərin əhlinə xidmət göstərsin və bu işdə də sizləri və bizləri Allah vəsilə qərar versin. Muhammed və Ali Muhammedə salavat zikirləyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Euzubillahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve habibi kulubana ve şefi'iz zunubana Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve Ali Ve Muhammed. ehl-i beytihi tayyibine tahirin ve lanetullahi alel kavmi zalimin. Əziz və hörmətli möminlər, biz qeyd elədik ki, bugün cümə günüdür. Yəni, Allahın seçilmiş günlərindəndir. Həftənin bərəkətli günüdür, cümə günü. Eyni zamanda bildiyiniz kimi biz mübarək Ramazan ayının günlərini yaşayırıq. Və demək olar ki, bu ayla vidalaşmaq üçün təqribən 2 gün ya 3 gün vaxtımız qaldı. Eyni zamanda mübarək Ramazan ayının axırıncı cüməsi İslam aləmində Quds günü kimi, beynəlxalq Quds günü kimi tanınır. Niyə bu adı qoyurlar bu mübarək Ramazan ayının axırıncı cüməsinə? Bu ayın bu cür adlandırılması İmam Xomeyni rəhmətullah aleyhin tapşırığı ilə 1979-cu ildə mübarək Ramazan ayının 13-də elan olunub İmam Xomeyninin bu fərmanı ki, İslam aləmində bugün Quds günü, beynəlxalq Quds günü kimi qeyd olunsun. Burada məqsəd ondan ibarətdir ki, bilirsiniz ki, Quds, Fələstin, İslam aləminin həssas məsələlərindəndir. Fələstin və Quds müsəlmanların bugünkü gündə ən önəm verə biləcəyi və yaxud verməli olduğu məsələlərdəndir. Nə üçün? Çünki Quds müsəlmanların ilk qibləsidir. Bir dəfə bir hadisə oldu, bir vəzifəli şəxslərdən biri mənim üçün sual elədi ki, siz niyə belə həssassınız bu məsələyə? Mən ona belə bir misal gətirdim, dedim, hal-hazırda həcc mərasimindən sonra idi. Mən də həccə təzə getmişdim 2008-ci ildə. Saçımın tüyləri də tam çıxmamışdı. Dedim ki, bugünkü gündə Kəbəni işğal eləsələr, sən ki, özün müsəlman hesab edirsən, nə cür həssaslıq göstərərsən? Bəli, Kəbə bizdən ötəri həssas bir yerdir.
Allahın evi Məkkə bir dənə tərəssəs edir. Məscid-i Əqsa da elədir. Məscid-i Əqsa o yerdir ki, Peyğəmbərimiz bir müddət ona tərəf namaz qılır. Və müsəlmanların ilk qibləsi hesab olunur. Və bu gün müsəlmanların ilk qibləsi, yəni bizim dini qeyrətimizə aid olan məsələdir. Ki, bugünkü gündə həmin məkan müsəlmanların ilk qibləsi düşmənlərin ayaqları altındadır. Ona görə Fələstin və Quds təkcə hər hansısa bir iki xalqın milli məsələsi kimi baxmayaq məsələdir. Bu ümmət məsələsidir, bu din məsələsidir. Bu müsəlmanların dini qeyrət məsələsidir. Ona görə müsəlmanlar bu məsələyə həssas olmalıdır. Elə buna görə də İmam Xomeyni rəhmətullah bu günü, yəni mübarək Ramazan ayının axırıncı gününü Quds günü kimi elan elədi ki, müsəlmanlar Quds günü üçün büyük fəryad eləsinlər. Fələstin xalqını bugün tək qoymasınlar. Və o gündən bu günə hər il müsəlmanlar yürüyüş edirlər, etiraz edirlər, Qudsun azadlığını tələb edirlər ki, Fələstin xalqı özünü tək hiss eləməsin. Və eyni zamanda İmam Xomeyni bu ki, bu gün İslamın günüdür. Yəni, bu Quds günü həqiqətən İslamın günüdür. Dünya məzlumlarının birləşməsinə aid olan bir gündür ki, bu iş ola bilər ki, müqəddimə olsun. Müsəlman camiyyəsinin, müsəlman ümmətinin birləşməsi üçün hər hansı bir qığılcım və başlanğıc ola bilər. Çünki Quds məsələsi sünni şiə tanımır. Quds hamının Qudsudur. Nətər ki, Kəbə bizim ortaq məkanımızdır. Eyni zamanda Quds da müsəlmanların ortaq məkanı hesab olunur. Ayətullah Xameneyi, Allah vücudunu salamat eləsin, buyurur ki, yəni biz bu günü saxlasaq, yəni bu Quds günü qalsa, Fələstin xalqı heç o özünü tənha hiss eləməz. Öz mübarizəsində güc tapar. Çünki düşmən həmişə çalışır ki, bu məsələni örtbasdır eləsin. Bu məsələ yaddan çıxsın. Müxtəlif yollarla çalışıblar ki, Fələstin məsələsi ya milliləşsin, yəni hər hansısa bir ərəb və yahudi xalqı arasında bir məsələ kimi təqdim olunsun dünyaya. Və yaxud da ümumiyyətlə müxtəlif yollarla çalışıblar ki, hətta bizim özümüzdə də var bu məsələ. Məsələn, Qudsun adını çəkəndə bəzi qardaşlar görürsən ki, məsələnin mahiyyətini düzgün başa düşmədən deyir ki, bizim də Qarabağımız var. Qarabağ bizimdir, bu məlum. Və onu qoruyanda elə gördüyünüz kimi möminlər oldu, şiələr oldu, yəni əhl-i-beyt dostları oldu. Bu öz yerində. Bu bizim şəxsi, belə deyək də, Azərbaycana aid olan məsələdir. Və təbii ki, müsəlmanlar da buna dəstək verməlidir. Amma Quds tamam başqa bir məsələdir. Quds ümumdünya müsəlmanlarının Qarabağa nisbət daha həssas nöqtəsidir ki, hətta mən deyərdim ki, Qudsun azadlığı Qarabağın azadlığından bağlıdır. Çünki İsrail ki, Yahudi rejim ki, bugünkü gündə orada qurulub, bu bütün dünya müsəlmanlarının bəlasıdır və bütün ətraf ölkələrin iflic olunmasına, belə deyək də, yəni pis vəziyyətə gətirilməsinə səbəb olan qurulmuş bir ölkədir. Bir rejimdir ki, saxta bir rejimdir ki, həmin ölkə dağılsa, Qarabağ və digər məsələlərin də həlli çox yaxındır. Quds günü o qədər həssas bir məsələdir ki, Məkarim Şirazi ki, böyük mərci təqidlərdəndir. Quds günü ilə bağlı keçirilən bugünkü tədbirdə iştiraki şər'ən vacibdir. Necə namaz şər'ən vacibdir, necə oruc şər'ən vacibdir. Məkarim Şirazi buyurur ki, bugünkü gündə Quds günü hər hansı bir mərasimdə iştirak etmək şərii baxımdan hər bir müsəlmanın vəzifəsidir. Hətta deyir ki, bir xanım Quds günü hər hansı bir mərasimdə iştirak etmək istəsə, onun həyat yoldaşı icazə verməsə, onun icazəsinə ehtiyac yoxdur. Yəni, bəzi vacib məsələlərdə nəzir, məsələn, bir xanımın həyat yoldaşı icazə vermir namaz qılsın. Yəni, icazə lazımdır üçün Allahın hökmüdür. Oruç tutmaq onu kimi. Buyurur ki, Quds
gündə həmin məsələlərdəndir ki, yəni çox ciddi ictimai və siyasi əhəmiyyəti var ki, hər bir müsəlmana vacibdir ki, yəni Qüds günü qeyd olunsun və beynəlxalq Qüds günü ilə bağlı məsələlərdə iştirak eləsin. Bunu mən danışmaqda məqsədim odur ki, hər il və bu şeylər təkrar olmasın. Siz başa düşəsiniz ki, yəni beynəlxalq Qüds günü yəni nə deməkdir? İnşallah növbəti dəfələrdə ümid eləyək ki, inşallah burada yer olmasın Qüds günündən bağlı və daha geniş məkanlarda inşallah biz Qüds gününü qeyd edək. Bu düzdür, bu proses hər hansısa bir deyək ki, İran İslam Respublikasından başlayıb. Amma bugünkü gündə çoxlu ölkələrdə mən təqribən qeyd elədim 25-dən çox ölkə oldu. Məsələn, Malayziya, Hindistan, Singapur, İndoneziya, Türkiyə, Amerika, Kanada, Norveç, Sudan, İngiltərə, Bəhreyn, Bosniya-Hersegovina, Tunis, Pakistan, Avstraliya, Almanya, Rumıniya, Kuveyt, İspaniya, Cənubi Afrika, İsveçrə, Yeni Zelandiya, Albaniya, Yemen, Yunanistan və bundan artıq ölkələrdə bugünkü gündə yəni Qüds günü çox möhtəşəm şəkildə qeyd olunur. Elə deyil ki, biz və təkcə buraya yığılmışıq. Elə Rusiyanın özündə bir çox məkanlarda bugünkü gündə Qüds günü qeyd olunur və eyni zamanda bu artıq hər hansı bir ölkəyə məxsus bir məsələ deyil. Bu artıq dünyanın məsələsidir. Və bugünkü gündə Fələstin məsələsinə müsəlmanlar yox, hətta qeyri-müsəlmanlar belə özünüz görürsünüz. Yəni sosial şəbəkələrdə kütləvi şəkildə bu zülmə, bu haqsızlığa etiraz edirlər. Allah inşallah tezliklə bu rejimi dağıtsın, müminlərə Allah izzət versin. Muhammed və Ali Muhammed və ucalı salavat zikr edək. Allahümme salli ala Muhammed və Ali Muhammed. Bu beynəlxalq Qüds gününün bir çox faydaları var. Mən sadəcə ikisini sizin üçün istəyirəm. İkisi barəsində sizin üçün danışam Allahın izniyle və sizi Allah'a tapşırım. Qüds günün birinci əhəmiyyəti ondan ibarətdir ki, yəni insan, İslam camiası, müsəlmanlar bu günü eləyə bilərlər, öz düşmənlərini tanıyalar və unutmayalar. Ən ciddi məsələlərdən biri budur. Və bu gün səbəb olub ki, sizi kimi, məni kimi möminlər və müsəlmanlar bugünkü gündə öz düşmənini tanısınlar. Düşmənşünaslıq İslamda ən mühüm məsələlərdən biridir. Yəni, müsəlman camiası, müsəlman toplumu öz düşmənini tanısın. Bu məsələnin o qədər əhəmiyyəti var ki, bizim onlarla surə və ayəmiz var ki, buna yer ayırır. Kafirun surəsi, Nəs surəsi, Tövbə surəsində bir çox ayələr bu barədə bəhs edir. Münafiqun surəsi bu barədə bəhs edir. Mumtəhinə surəsi və hətta bir çox surələrin əvvəli bununla başlayır. Məsələn, Kəfirin surəsi belə başlayır. Euzubillahimineşşeytanirracim. Qul ya eyyuhel kafirun la a'budu ma ta'budun. Deyir ki, kafirlərə deyilən ki, siz ibadət elədiyinizə mən ibadət eləməyəcəm. Eyni zamanda Mumtəhinə surəsinin əvvəlində bu cür başlayır. Buyurur ki, Euzubillahimineşşeytanirracim. Ya eyyuhellezine amenu la tettehizu aduvvi və aduvvakum evliya. Deyir ki, ey iman gətirənlər, mənim düşmənimi və öz düşmənlərinizi dost tutmayın. Onlarla dostluq eləməyin. Onlarla gediş-gəliş eləməyin. Yəni, bu qədər düşmənşünaslıq İslamda bu qədər əhəmiyyəti var. Ki, insan, müsəlman öz düşmənini tanısın. İmam Həsən Əskəri əleyhissalam öz ata-babalarından, onlar da Peyğəmbərdən buyururlar ki, Peyğəmbər öz səhabələrindən birinə bu cür buyurur. Ey Allah bəndəsi, Allaha görə dostluq et və Allaha görə nifrət elə. Allaha görə münasibət qur, Allaha görə nifrət elə, Allaha görə dostluq elə və Allaha görə düşmənçilik elə. Çünki Allahın vilayəti başqa şeylə ələ gələsi gəlir. Yəni, bir adam istəyirsə ki, ilahi vilayətlə, Allahın vilayətində, Allahın hakimiyyəti ilə
yaşasın, şərti budur ki, insan Allaha xatir dostluq eləsin və Allaha xatir düşmənçilik etsin. İmanın şirinliyi qeyri halda dadılmaz. Yəni bir adam əgər bu gün ömür sürməsə, məsələn, desə ki, mənim nəyimə lazımdır, mən namazımı qılıb, orucumu tuturam. Heç vaxt imanın, İmam Həsən Əskəri Aleyhisselam deyir ki, və Peyğəmbərdən nəql olunur ki, heç vaxt imanın şirinliyin dada bilməz. Hərçənd namaz qılıb oruç tutsa belə. Amma İmam axırda Peyğəmbərin deyirlər ki, təəssüf ki, bugünkü dostluqlar və düşmənçiliklər ancaq dünya üstündədir. Bizim çəkişdiyimiz məsələ Allah məhvərdir, Allah üçündür. Öz şəxsi dünyamız üçün bir çox ya dostluq edirik, ya düşmənçilik edirik. Yəni kim istəyir ki, həqiqətən İslamdan ləzzət alsın, ibadətindən ləzzət alsın, orucundan ləzzət alsın, yaşayışından ləzzət alsın, bizim Firudimizin 2 dənə mühüm bəndi var. Təvəlla və təvərra. Allahın dostunla dost olmaq, düşməninlə düşmən olmaq. Yəni bir adam əgər istəyirsə İslamdan ləzzət apara, ibadətdən ləzzət apara, şərti budur ki, gərək Allaha xatir dost ola və Allaha xatir düşmən ola. Ona görə Allah düşmənşünaslıq çox böyük əhəmiyyət kəsb edir. Mən faydalarını inşallah deyəcəm Allahın iznilə. Digər bir hədisi mən bu xətiblərin birindən bu hədisi mən eşitdim. Buyurur ki, Peyğəmbərdən nəql olunan hədis. Ən ağıllı insan Allahı tanıyan, ona itaət edən, düşməni tanıyan və ona qarşı dayanan, ona qarşı üsyan edən şəxsdir. Yəni, ağıllı insanların əlamətlərindən verir ki, öz düşmənini tanısın. Yəni, düşmənini tanımayan, düzgün dəyərləndirməyən, dostunu, düşmənini düzgün müəyyən edilməyən insan, yəni ağıllı insan hesab olunmur. Məsumlardan hədisdir ki, bunların hamısı hədis olur ki, yəni Allahşünaslıq nə qədər Quran ayələri dediyim kimi var, nə qədər hədislər var bu vardı. Mən bəzi nümunələri sizin üçün deyirəm. Ki, buyurur ki, bizim 3 tür dostumuz var, 3 tür düşmənimiz var, hədis buyurur. Dostlarımız kimdir? Dostumuz, öz dostumuz, yəni Allaha xatir dostluq elədiyimiz. Dostumuzun dostu. Bir də dostum, daha doğrusu düşmənimizin düşməni. Düşmənimizin düşməni nədir? Bizim dostumuzdur. Dostumuz, dostumuzun dostu, bir də düşmənimizin düşməni. Düşmənimiz kimdir? Öz düşmənimiz. Düzdür? Dostumuzun düşməni. Bir də üçüncüsü, bir salavat zikr edeyim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Deməli, öz düşmənimiz, dostumuzun düşməni, bir də düşmənimizin dostu. Əksini dedim eləmək. Üçüncü inşallah qalsın zeynindən çıxıb, inşallah şey olsa deyər. Xülasəsi odur ki, bizim 3 tür dostumuz var, 3 tür də düşmənimiz var. Düşmənşünaslığın nə faydası var? Hansı faydaları var? Onları inşallah sizin diqqətinizə çatdırayım. Birinci düşmənşünaslığın faydası ondan ibarətdir ki, cəmiyyət düşmənini tanısa, heç vaxt ona aldanmaz. Yəni, düşmən həmişə çalışır ki, insanı neynəsin? Təbii ki, Allah üçün. Xeyriyə məqsədli bir iş görsə, məqsədi var. Mümkündür gələr, düşmən məscid düzəldir. Nəticə ki, tarixdə biz görmüşük. Məscid-i Zirar var idi ki, gəldilər, məscid tikdilər. Peyğəmbərin məscidinin müqabilində və orada çalışırlar. Adı zahiri məsciddir. Amma içində fitnə məkanı idi. Və çoxlu belə misallar var ki, məsələn, görürsən ki, müsəlmanların arasında çaxnaşma yaratmaq üçün görürsən ki, bir yerdə bir Əyyam-ı Fatimiyyədir, Xanım Zəhranın şəhadət günlərdir. 10 gün mikrofonla götürürlər, məsələn, Xanım Zəhranın düşmənlərinə nifrin edirlər. Aşkara. Bəzi şəraitlər var ki, orada aşkara olmaz bu şeylər. Məsələn, o yerdəki əhl-i sünnət və xüsusilə məsələn Pakistan kimi ölkələrdə və digər
ölkələrdə aşkara, yəni bəzi əhl-i sünnə və şia arasında olan həssas məsələlərə toxunmaq olmaz. Sünni və şia arasında ciddi ixtilaf yaranır. Sonra məlum olur ki, bu məscidin imamı hardan kömək alır? İngiltərə səfirindən. Gətirirlər buna küllü miqdarda pul verirlər ki, Əyyam-ı Fatimiyyəni sən qeyd edər. Bu deyilən gözəl, yəni oradan da Əyyam-ı Fatimiyyə qeyd olmasıdır da. Yəni, amma düşmənin məqsədi nə idi? Məqsədi ki, sünni və şia arasında ixtilaf yaratsın. Düşmənini insan tanımasa belə oyuna düşər. Yəni, hətta Əyyam-ı Fatimiyyəni qeyd eləməklə belə eləyə bilər ki, müsəlmanlara zərbə vursun. Borc pul versə, sonra səni asılı vəziyyətə salar. Tarixdə Tənbəki hərəkatında bir hərəkət olur. O vaxt var idi, siqaret çəkənlər lap yaxşı bilir. Philip Morris şirkəti var idi ki, məşhur şirkətlərdən biri idi. O vaxt ölkələri asılı salırdılar. Bəzi məsələlərindən istəyirdilər ki, müsəlman ölkəsini Tənbəki ilə, tütünlə asılı vəziyyət. Ayətullah Şirazi çıxıb hökm verir ki, yəni bu şirkətin siqaretini çəkmək, tütündən istifadə etmək haramdır. Əslində, yəni burada hər hansısa bir iqtisadi müamilədən söhbət gedir. Belə zahirən belə bir şey yoxdur. Yəni ölkənin bir şeyə ehtiyacı var, ehtiyacı təmin olur. Arxasında nə durur? Arxasında asılılıq durur. Yəni düşmən əgər sənə bir şey versə, bil ki, orada hansısa bir marağı var. İkinci düşmənşünaslığın ikinci faydası ondan ibarətdir ki, düşmənini tanıyan qoymaz bir cəmiyyətin duyğuları və hissləri başqa istiqamətdə təhrik olsun. Biz tarixdə çox görmüşük. Məsələn, Peyğəmbərin dövründə Övs və Xəzrəc qəbilələri olur. Övs və Xəzrəc bunların təqribən deyirlər 100 illik müharibələri var idi bir-birlərinin arasında. Peyğəmbərliyə məbus olduqdan sonra bunların arasında qardaşlıq yaradır. Fürsət düşən kimi Yahudilər aranı qatırlar. Gəlirlər Övsün yanını, Övs qəbiləsi yanına deyir, yanında da filan vaxtı sən qardaşını ya məsələn, oğlunu onlar şəhid elərlər. Gəlir bunlara deyir ki, yadındadır filan. Peyğəmbər özünü yetirməsəydi, Övsdən Xəzrəc bir daha gənə bir-birinə girəcəkdi. Yəni, növbəti dəfə qan töküləcəkdi. Bunlar, yəni insanların duyğularından belə oynayırlar. Bugünkü gündə ən aktual məsələlərdən biri feminizm məsələsidir. Ki, yəni, qadın və kişi bərabərliyi. Və bu özü bir ayrıca bir mövzudur ki, qadın və kişi bərabərliyi ki, bunlar bu qədər təbliğ edirlər, təşkilatlar yaradırlar, pullar xərcləyirlər. Bunda məqsəd nədən ibarətdir? Bir cümlə ilə deyim, ailə əsaslarını dağıtmaq. Bugünkü gündə Azərbaycanda boşanmaların sayı 50 neçə faizdir. Mən əgər səhv eləmirəmsə. Bu nəyin nəticəsidir? Yəni, həmin təbliğatların nəticəsidir. Ki, bir cəmiyyətdə alət dağılsa, həmin cəmiyyətin yoxluğu yaxındır. Həmin cəmiyyətin parçalanması, cəmiyyətə fəsad, uşaqların tərbiyəsində olan problem və s. və ilaxir hamısı arxasında gəlməlidir. Və bunların arxasında bunların başqa nə planları var da o mövzuya toxunmuram. Yəni, insan düşmənini tanısa, bu onlara gəlməlidir. Başa düşər külək hansı tərəfdən əsir. Digər bir fayda düşmənşünaslığın ondan ibarətdir ki, insan düşmənini tanısa qoymaz nüfuz eləsin. Qoymaz gəlsin bir cəmiyyətin daxilinə. Münafiqin surəsinin təfsirinə siz baxsaq, ən çətin proseslərdən biri ki, münafiq ikiyüzlü insanlardır, zahiri, mömin, daxili, kafir olan insanlardır. Onları ayırt eləmək çox çətindir. Niyə çətin? Çünki zahiri mömindir. İnsanların bəzilərindən ailə münasibətləri var, bəzilərindən dostluq münasibəti qurub, bəzilərindən qohum olub.
Və ona görə də bəzi vaxtlar düşməni biz ayırt edə bilmirik. Bu cəmiyyətimizdə ciddi problem yaradır. Ona görə də düşmənşünaslıq çox zordur. Digər bir məsələ ondan ibarətdir ki, bizim ümumiyyətlə mübarizənin iki cəbhəsi var. Bir, gördüyünüz kimi Fələstində, ya Yəməndə, ya Livanda, ya məsələn Qarabağda və silahlı mübarizə var. Bir mədəni mübarizə var. Silahlı mübarizə aparmaq çox rahatdır. Amma mədəni mübarizə aparmaq çox çətindir. Mədəni mübarizədə məğlub olmuş bir cəmiyyət özünü bərpa etməyə çox çətindir. Əgər bir cəmiyyətin düşüncə tərzi dəyişsə, məsələn, bu cavanların bir düşüncə tərzini düzgün yönətməsə, görürsən ki, bu qərb təfəkkürlə yaşasa, materialist təfəkkür formalaşsa, bu azadlığı tamam başqa cür, İslam dediyi kimi başa düşməsə, qadın-kişi münasibətlərini başqa cür başa düşsə, İslam dediyi kimi başa düşməsə, artıq bunların islahı çox çətindir. Ona görə də yəni mədəni mübarizə silahlı mübarizədən çox çətindir və bugünkü gündə yəni düşmən bu cəhbədə çox güclüdür. Bizim uşaqlarımızın hərəsinin əlində bir telefon, kompüter və sair görürsən ki, vəziyyət get-gedə uşaqlarda təfəkkür tərzi, əxlaqi normalar, məsələlərə baxış get-gedə dəyişir. Özü də hiss eləmir. Özü də hiss eləmir ki, bu an üçün uşaqdır, başa düşmür. Təəssüf, böyüklər də bu şeylərə çox elə, biz də bu şeylərə çox elə həssas deyilik. Düzdür, bunun özünün üslubları var, elə deyil ki, yəni sən hər şeyi qadağan edəyəsən. Yox ki, müasir dünyada sən hər şeyi qadağan edə bilməzsən. Amma maarifləndirmə, başa salma, qismən məhdudlaşdırma, bunlar mütləq zəruri məsələlərdəndir. Və hətta mən deyərdim ki, böyüklər də bu işə mürtəkibdir. Görürsən ki, məsələn, 50 yaşı var, 60 yaşı var, elə saatlarla TikTokdadır, saatlarla Instagramdadır, dəladır bu, həqiqətən. Təəssüf. Və buna baş verir, bunda həmin o mənəvi aşılma prosesi, bundan sonra niyə? Çünki düşmənimizi tanımamışıq. Biz siyonisti tanısaq, başa düşsək ki, həqiqətən bizim düşmənimiz hansı səviyyədədir? Bizim balaca uşağımızdan tutmuş, böyük insanlarımıza kimi, kişilərlə yanaşı xanımlarımızın üzərində bunların hansı proqramları var, biz gecə-gündüz çalışarıq. Sadəcə düşmənimizi tanımamışıq və düşmənşünaslığın bu qədər əhəmiyyəti var. Dünyada qloballaşma prosesi gedir. Qloballaşma nədir? Qloballaşmanın əsas iki dənə əsası var. Biri eyniləşmədir, biri təmərküzləşmədir. Eyniləşmə həmin o dediyim məsələlərlə bağlıdır. Yəni bunlar ingilis dili kütləvi şəkildə təbliğ olunur, biz özümüz o prosesdə iştirak edirik, əksəriyyətini uşaqlarımızı öyrədirik, demir, amma lazım deyil. Yəni lazımdır, günün tələbidir, ingilis dilini uşaq bilsin. Amma bilmək lazımdır ki, təəssüf bu dünyanın, belə deyək də, düzənini dəyişmək üçündür. Eyniləşdirmək üçün dili eyniləşdirmək lazımdır, müştərək dil lazımdır, insanları kontrol etməkdir. İkinci də mədəniyyətin eyniləşməsidir. Nə vaxta kimi ki, məsələn, çalışırlar ki, Pakistanlılar öz mədəniyyətlərindən boyun qaçırsınlar. Nə öz milli geyimlərini geyinsinlər, nə milli mətbəxlərinə riayət eləsinlər, nə heç bir milli adət-ənənələrinə riayət eləməsinlər. Eyni zamanda Azərbaycan xalqı. Görmüsünüz, yavaş-yavaş dəyişir bu proses. Bütün xalqları eyniləşdirmənin yoludur ki, mədəniyyətlər ləğv olmalıdır. Bir dənə mədəniyyət olmalı, o da Avropa mədəniyyəti. Avropa düşüncə tərzi. Materialist düşüncəsi, təfəkkür tərzi. Və bu eyniləşdirməklə yol nədir? Eyniləşdirmədən sonra nədir? Təmərküzləşmə. Yəni, siyonist güclər istəyirlər ki, bu minvarla bizim bəşəriyyəti öz nəzarətlərində saxlasınlar. Və maraqlısı nədir? Maraqlısı odur ki, bunlar səni mənə adam hesab eləmirlər. Gedin, axın, bu etiqadları da bunların, yəni Yahudilərin etiqadıdır bu. Bunların Tövratlarının şərhlərindən birinin adı Təlmuddur.
Təlmud. Rəbbim keçirdibsiz. Təlmudda var ki, Yahudilərdən qeyriləri insan deyil. Sadəcə Yahudilər xüsusi bir seçilmiş bir qövmdülər. Bunlara xidmət üçün Allah bunları insan cəzində yaradır. Ondan görə bunlar 50 uşağı rahat öldürürlər. Bunlardan ötürü qadın, kişi, məsələn, uşaq, körpə bunlardan ötürü məna daşımır. Niyə? Çünki bu adam deyil ki. Adam hesab edir. Ona görə bu gün Netanyahu çıxır, rahat ifadə edir ki, bundan da pis öldürəcəyik biz. Bundan da çox. Allah inşallah əzabını artır eləsin. Allah siyasi stratejilər məhv eləsin. Bir salam olsun. Bu mənfi qloballaşma prosesi gedir qardaşlar. Yəni biz bu prosesin qabağında dayanmasaq, elə deyil ki, bu proses səndən məndən, sənin mənim övladlarından, sənin mənim nəvə nəticələrimizdən uzaq gələcəkdir. Cəmiyyətdə olan hadisələr bumeran kimidir. Yəni bumeran görürsünüzlər, buradan belə atırlar, hərlənir, gəlir insanın öz başına dəyir. Yəni sən gün desən ki, yox, mən özümü bu prosesdən, bu selin qarşısında qoruyacağım, mümkün olan şeydir. Biz əl-ələ verməsək, müsəlmanlar əl-ələ verməsin, bu prosesin qarşısında dayanmasa, sabah Allah uzaq eləsin, bizim övladlarımızın, nəvələrimizin içində başqa xislətli insanlar, çox bəzi məsələləri açıq demək istəmirəm, başqa xislətli insanlar ortalığa çıxır, təəccüb eləmə. Həqiqətən. Sən ki, mən ki, düşmüşük bu Rusiyanın düzlərdən istəyirik, övladlarımız böyüsün, şəxsiyyət olsunlar, yəni böyük insan olsunlar, rifahlar olsun və s. və ilaxır. Yəni, əgər sən, mən bu prosesin qarşısında dayanmasaq, mümkündür, bəlkə də bu zəruridir ki, bu problemlər səni mənim gözləyir. Ona görə müsbət qloballaşma prosesi getməlidir. O da nədir? O da İslam təfəkkürünün, Qur'an təfəkkürünün yayılması, belə Hüseyniyələrin yeri onu götürür. Yəni, bu bir müqəddəs bir ocaqdır. Həqiqətən müqəddəs bir misiya üçün belə yerlərin olması zəruridir. Ona görə gərək hər birimiz burada şükr edək və o kəslər ki, bu işdə qabağa düşüblər, onlara təşəkkür edək, minnətdarlıq edək, kömək edək. Əlimizdən nə gəlsə, bu prosesin qarşısına getməsində nəfsimizi qoyaq ayağımızın altına, şəxsi məsələlərdən keçək, malımızdan keçək, vaxtımızdan keçək, bu prosesin qabağa getməsindən üçün belə ocaqlar səbəb olur ki, dediyimiz proseslər qabağa getsin. İslam təfəkkürü, İslam əxlaqı, İslam mədəniyyəti ancaq belə yerlərdən baş qaldıra bilər. Və biz bu prosesi aparmasaq, təbii ki, düşmən bizi üstələyəcək və düşməni də zəif hesab eləməyən, amma söhbət onları ki, bizim də Allahımız var və bizim əlimizdə proqramımız var. Sadəcə zəhmət çəkmək lazımdır. Sadəcə iş görmək lazımdır. İkinci məsələ, bilmirəm ki, siz də yorulubsuz, 5-10 dəqiqədə səbir edək, inşallah sözüm tamam olsun. İkinci, müsəlmanların bu müqəddəs və mübarək gün ki var, yəni beynəlxalq Qüds günü adlanır. İkinci faydası odur ki, müsəlmanlar burada həmrəylik nümayiş elətdirirlər, birlik nümayiş elətdirirlər. İndi siz burada cəm olubsuz, deyirəm ki, yüzlərlə, minlərlə yerlərdə müsəlmanlar bundan qat-qat çox elə yerlər var, 10 minlərlə, 100 minlərlə insanlar bugün sel kimi çöllərə tökülür. Gedərsiniz, YouTube'da baxarsınız. Bu müsəlmanların həmrəylik günüdür. Müsəlmanların birlik günüdür. Düşmənin ən çox qorxduğu məsələ budur. Ki, Qur'an bu barədə neçə dənə ayəmiz var ki, buyurur ki, müsəlmanların bir olması zəruridir. Bu ayələrdən biri Ali İmran surəsi 103-cü ayədir. Buyurur ki, Euzubillahimineşşeytanirracim və ətəsimu bihabbillah cəmiən və la təfərrəhu. Buyurur ki, Allahın ipindən yapışın hamılıqla. Cəmiən və la təfərrəhu, parçalanmayın. Qruplara bölünməyin. Qəbilələrə bölünməyin. Həblillah, yəni Allahın ipi.
Allahın ipi haqqında çox bəzi müxtəlif nəzərlər var. Məsələn, Həzrəti Əleyhisselam deyir ki, Nəhcül Bəlağədə 176-cı xütbədə buyurur ki, həbl həmin Qur'andır. Allahın ipi deyəndə söhbət burada Qur'andan gedir. İmam Sadiq Əleyhisselam buyurur ki, Nəhnu Həbdullah. İmam Sadiq Əleyhisselam deyir ki, Həbdullah bizik. Biz əhl-i beytik. Mümkündür bəziləri, məsələn, deyir ki, burada Həbdullah, məsələn, İslamdır. Heç bir ziddiyyəti yox. Həblullah, yəni Allahın qanunu və ilahi rəhbər. İnsan bir əlində Allahın qanunu, yəni Qur'an-ı Kərimdən yapışmalıdır. Bir əlində də ilahi rəhbərdən yapışmalıdır. Dinin və ağlın tövsiyəsi odur ki, birlik olmalıdır. Yəni birlikdə güc var. Yəni birlik olmasa, təfriqə olsa, yəni müsəlmanlar güc ola bilməzlər. Alimlərdən buyurur ki, deyir ki, yəni həqiqətən belə deyir ki, hər bir müsəlman bir qaşıq su atsa, İsrail suda boğular. Yəni ən azı İsrailin ətrafında 30-a yaxın ərəb ölkəsi var, hələ ətrafındakı ərəb ölkələrini deyirəm. Müsəlmanların hərəsi bir qaşıq su atsa, bir gündə yəni İsrail su altında bu cür mübaliğə ola bilər olsun. Amma reallıq budur ki, yəni milyard yarım müsəlman neçə milyon insanın əlində aciz qalır. Niyə? Nə səbəb olur? Həmin bu ixtilaf var. Həmin bu nəfs. Mən deyən, sən deyən, niyə filan oldu, niyə Behman oldu. Bu məsələlər bugünkü gündə şəxsi maraqlar görsən ki, müsəlmanları bu vəziyyətə salıbdır. Fikir versəz, bütün enerji resursları müsəlmanların əlindədir. Neft, qaz, bugünkü gündə. OPEC ki, yəni ən böyük neft hasil edən təşkilatlardan biridir, 80-90% müsəlman ölkələri. Təsəvvür edin, müsəlman ölkələri sözü bir yerə qoyub, dünyaya enerji resurslarını verməsələr, hansı proseslər baş verir. Amma nə baş verir? Müsəlmanları parçalayır. Və müsəlman ölkələrinin başında duran insanlar bugünkü gündə Avropadan və Amerikadan asılırlar. Misirə baxın, Kuveytə baxın, Bəhreynə baxın, Qətər, Ərəb Əmirlikləri. Bunların həm iqtisadi baxımdan güclü ölkələr. Niyə səslərimiz çıxartmırlar? Xalqdan söhbət getmir, hakimiyyətdən söhbət gedir. Orada formalaşmış hazırdakı hakimiyyət, hamısında olan hakimiyyətlər Amerikadan asılıdır. Və nəticədə baş verən hadisələrdə ancaq neytral mövqe tuturlar. Təkcə neytral mövqe tutmurlar. Bəzi vaxtlar zamanında kömək edirlər. İndi zahirdə bəzi məsələləri dünya artıq bu vəziyyətə gələndən sonra deməyə bilmirlər. Amma uzun müddətdir ki, bu müsəlman ölkələri faktiki olaraq kömək edirlər. İsrailə düşən bombaların bir çoxu Yordaniyadan və yaxud Ərəb Əmirliyindən göydə vurulur. Yəni ki, İsrailə bomba nədir? Raketlər düşməsin. İslam alimlərinin bir qəşəng bir sözü var. Buyurur ki, İslam iki şeyin üzərində bəna olur. Kəlimət-i təvhid və təvhid-i kəlimə. Kəlimət-i təvhidin mənası odur ki, təvhid kəlməsi. Allahın vəhdaniyyəti, Allahın təkliyi. Ki, bu məsələdə ki, heç kimin ixtilafı yox. Nə sünnisinin, nə şiəsinin, nə sünnidə olan qollar, nə şiədə olan qollar. Hətta qeyri-müsəlmanların belə bu məsələdə ixtilafı yoxdur. Yəni, Allahın təkliyi bütün dillərdə vahid bir məsələdir. Deyir ki, müsəlmanın, İslam bu şeyin üzərində qurulur. Təvhid kəlməsi. İkinci hissəsi də maraqlıdır. Təvhid-ül kəlimə. Yəni, kəlmənin vahidliyi, müştərək iş, müsəlmanların birliyi, müsəlmanların vəhdəti. Yəni, mən bunu danışanda xahiş edirəm, heç kim, yəni təkcə o, belə deyək də, beynəlxalq aləmdə müsəlmanların birliyini təsəvvür eləməsin, o lazımdır. Amma bugünkü gündə özünüz üçün
Bunu fikirləşin. Özünüz üçün fikirləşin ki, yəni sadə şeylərin üzərində müsəlmanlar ixtilaf eləməsinlər. Quruculuqla məşğul olmaq lazımdır. İş görmək lazımdır. Sənin küsməyin, o birisinin qışqırmağı, nə bilim, bu birisinin etirazı, əgər birinci gündə işi dayandırırsa, bir ki, bu şeytanlardır. Yəni biz gərək bu şeylərdən tövbə edək, ayağımızı qoyaq nəfsimizin üstünə və əl-ələ verək, Allahın izni ilə iş görək. İman birliyi hərəkətin birliyini, fəaliyyətin birliyini tələb edir. Əgər bizim imanımız birdirsə, bizim etiqadımız birdirsə, Allahımız birdirsə, Peyğəmbərimiz birdirsə, Əhl-i Beytimiz birdirsə, Hüseynimiz birdirsə, bizim nəyimiz ayrıdır ki? Niyə bir rətim iş görməyək? Nədir qoymayaq? Və onu tapmaq lazımdır. Bundan əlavə neçə dənə ayə var da, mən bu ayələri xülasə oxuyum da, sözüm yavaş-yavaş tamam olsun. Hucurat surəsində buyurur ki, İnnəməl mu'minina ixvatun. Möminlər bir-birindən qardaşdırlar. Yəni, bu da bir ayədir ki, yəni həqiqətən möminlərin qardaşlığı Allah tərəfindən möhürlənibdir. Ən'am surəsinin 65-ci ayəsi buyurur ki, Əuzubillahimineşşeytanirracim Qul huvə qadirun alə ən yəb'əsə aleykum əzəbən min fəvqihim o min təhdə ərcüləkum və yəlbisakum şeyən. Deyir ki, Allahın qüdrəti çatır ki, sizə gövdən və yerdən əzab göndərsin və sizi hissələrə, firqələrə bölsün. Ayənin izahında buyururlar ki, günahdır. Mömin cəmiyyətinin günahıdır ki, səbəb olur ki, hissələrə bölünsün. Təfriqə yaransın, ixtilaf yaransın. Yəni, günah bir cəmiyyətdə baxın, görün, nə qədər çox günah olsa, hətta bir nəsilə baxın, bir aliyə baxın. Orada nə qədər günah olsa, nə qədər nəfs at oynatsa o cəmiyyət üzvlərində, o nəsildə, o cəmiyyətdə, orada yəni, daha çox təfriqə ortalığa çıxır. Yəni, bugünkü gündə bizim müştərək işlərimiz çoxdur. Ona görə müsəlmanlar gərək günahdan arınıb ki, mübarək ay buna köməkdir. İnşallah Allah yolunda iş görmək lazımdır. Digər ayədə buyurur ki, Əuzubillahimineşşeytanirracim İnnəl-ləzīnə fərrəqü dinəkum dinəhu və kənu şeyən leysə dinəhum fi şey. Buyurur ki, o kəslər ki, dində ixtilaf yaradırlar və hissələrə bölünürlər, qruplara bölünürlər. Peyğəmbər deyir ki, daha doğrusu Allah Peyğəmbər xitab edir ki, onların sana heç bir adiyyəti yoxdur. Sənin dininlə onların heç bir əlaqəsi, onların öz dini var. Mənası nədir ki, yəni bugünkü gündə əgər mən ixtilaf yaradıramsa, əgər mən təfriqə yaradıramsa, əgər cəmiyyətin bölünməsinə mən səbəbləmsə, birliyə mən maniyəyəmsə, biz bilək ki, Peyğəmbər, Allah Quranda deyir ki, yəni Peyğəmbər səndən deyir, sən də Peyğəmbərdən deyirsən. Yəni birlik bu qədər müsəlman cəmiyyəti üçün əhəmiyyətlidir. Əgər birlik əldə olunmasa, düşmənin məğlubiyyəti biraz çətindir. Yəni bugünkü gündə biz onu öz gözümüzlə, öz canımızla, öz vücudumuzla hiss edirik. Biz burada danışa-danışa mümkündür Fələstində bu körpə balaların başına bomba yağır. Yağır, amma müsəlman cəmiyyəti milyard yarımlıq, 2 milyarda yaxın müsəlman cəmiyyəti tamaşa edir. Bunu da deyim, sözümü yekunlaşdırır. Bizim şəhidlərimiz var. Həm Qarabağda olan şəhidlərimiz var, həm İslam aləmində olan şəhidlərimiz var. Şəhid, yəni bu alimlərin sözüdür, rəhbərin, müəzzəmin sözüdür, deyir ki, şəhid kamala çatır. Yəni şəhadətin biz qəmgin oluruq, o kamalata çatır. Amma bizim qəmgin olmamızın mənası təkcə oturub ağlamaq ya şəklini evə vurmaqdan ibarət olmaq deyil. Bizim qəmgin olmamızın mənası odur ki, baş verən hadisələr səni mənə hərəkətə gətirmirsə, deməli bu saxtadır. Mən Seyyid Həsən Nəsrullahın şəhadət dövrəsində dəvət eləmişlər, Moskvada bir yerdə danışdım. Məsələn, oturmuşlar bir 100-ə yaxın mömin. Dedim ki, yəni Seyyid Həsən kamalata çatır. Şəhadətin 2 tərəfi var da. Bir tərəfi odur ki, o istədiyinə nail olur. Seyyid Həsən onun üçün yaşayır. Sənin mənim vəzifəm nədir? Sənin mənim vəzifəm odur ki, Seyyid Həsən Nəsrullahların, simbarların,
və digər şəhidlər ki var, din yolunda, İslam yolunda şəhid olurlar, bunların məktəbi yaşasın. Bunların yolu davam tapsın. Yəni, mövsimi mən gəlim burada danışım, sən orada ağla, sabah dağılışaq və gedək işimizlə, gücümüzlə məşğul olar. Bunlar hamısı o deməkdir ki, biz məsələnin əhəmiyyətini başa düşməmişik. Nə şəhidi başa düşmüşük, nə şəhadəti başa düşmüşük. Mövcud hadisələr əgər sizə, mənə təsir eləmirsə, bizi hərəkətə gətirmirsə, ancaq baxıb, deyək ki, səhərdən axşama bax kimi bax, bu Fələstin hadisələrinə ya digər hadisələr, səhərdən axşama kimi ağla. Əgər burada hərəkət yoxdursa, əgər burada əməl yoxdursa, onların hamısı boş bir şeydir. Yəni elə çox əhəmiyyəti yoxdur o məsələnin. Onu Avstraliyada oturan hər hansı bir qoca arvad da ağlayır. Onu nə bilim, Kanadada oturan hər hansı bir cavan qız da ağlayır. Buna ağlamayan insan da ölür. Amma bir müsəlman kimi, bir mömin kimi bizim hansı məsuliyyətimiz var, bu mühümdür. Bunu yəni yadda saxlayaq. Allah inşallah tezliklə İslam düşmənlərini, İsraili, Amerikanı, İngilisi tezliklə məhv nabud eləsin. Müştəmə təkbir edin. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber.